Bu düşmənçilik deyəsən heç vaxt bitməyəcək. Xəbib Nurmagomedov və Conor McGregor arasında illərdir davam edən düşmənçilik yenidən alovlanmağa başlayıb. Xəbibin digital papaxalar haqqında paylaşdığı tweeti silməyindən sonra Conor McGregorun qarayaxmaları başlayıb. Belə ki, Conor McGregor Xəbib Nurmagomedovun heyranlarını aldatdığını, atasına və ölkəsinə xəyanət etdiyini bildirən kinayəli paylaşımlar edib. Xəbib Nurmagomedov isə Conor McGregora cavab olaraq "Sən böyük bir yalancısan, səni darmadağın etdikdən sonra illərdir ki adımı qaralamağa çalışırsan. Ancaq bunu bacarmayacaqsan. Dağıstan xalqının mədəniyyətini simgələyən papaxa, istər bəyənin, istər bəyənməyin, bu dünyada yavaş-yavaş yayılan bir mədəniyyət halına çevriləcək." O öz paylaşımında 56 nəfər əvvəlki narkotik istifadəçisini öz hesabına müalicə elətdirmişəm. Dağıstana gəl. Onlar səni burada müalicə edəcəklər. Çünki gördüyüm qədərilə Meksika sənə kömək etməyib, deyə Conor McGregora göndərməyib. Şəxsi fikrimi deyə sorsam, bu əsl düşmənçilikdir. UFC-də döyüşçülərin bir-birinə söz atması adət olunmuş bir haldır. Onlar bunu ona görə edirlər ki, döyüşə emosiya qatsınlar və izləyici kütləsini özlərinə tərəf çevirsinlər. Ancaq Xəbiblə Conor arasındakı bir mübahisə heç bir şəkildə bir biznes plan deyil, əsl düşmənçilikdir.